Salam əziz tamaşaçılar. Video Mahir Emreli ilə bağlıdır. Mahir Emreli Almaniyada oynayır. Nürnberg komandasında, 2-ci liqada. Son zamanlar yaxşı oynayır. Əlindəki zədəyə baxmayaraq. Yolda izlə uşaqları görürəm, futbola gedən, ümumiyyətlə məhəllədə, bacada futbol oynayan uşaqları görürəm. Həmişə ağızlarından xarici tanınmış oyuncuların adları eşidilir. Ronaldo, Messi, başqaları. Amma sevindirici haldır ki, hal-hazırda Mahir Emrelinin adını çəkirlər son zamanlar. Bir-birlərinə uşaqlar deyirlər ki, gördün Mahir Emreli necə gözəl qol vurdu, necə dribling edir, necə qüvvətli zərbələr vurur, uzaqdan zərbələr vurur. Və bu məni sevindirir. Mahir Emrelinin ola bilsin oyunlarda göstərdiyi sürət, göstərdiyi performans həmişə eyni qaydada olmur. Bəzən zəif olur, bəzən güclü olur. Amma ümumən uşaqların Mahir Emreliyə və onun kimi bizim xaricdə oynayan oyunculara maraq göstərmələri yaxşı haldır. Uşaqlar, futbola həvəsi olan uşaqlar görürlər ki, bizim oyuncular müxtəlif ölkələrin çempionatlarında, ələlxüsus da Almaniya çempionatında 2-ci liqada olsa belə çıxış edə bilirlər, layiqli şəkildə qol vura bilirlər, başa-baş oyun nümayiş etdirirlər və buna görə mən Mahir Emreliyə şəxsən və onu yetişdirən insanlara məşqçilər olsun, ona təsir göstərən, müsbət təsir göstərən komanda yoldaşları olsun, hamısına minnətdarlığımı bildirirəm. Çox sağ olun, var olun. Ümid eləyirəm ki, növbəti oyunlarda Mahir daha da yaxşı oyun göstərəcək və qollarının ardı gələcək. İşiniz avan da olsun, canınız sağ.